Bütün BMW pilotlarına yenidən salam. Bugünkü qonağımız Y46 M54 B30 motorla 330 ay. Deməli, müştəri yaxınlaşıb belə bir problemlə. Maşın xalastoy xodda normal işləyir. 60-70 kilometre kimi normal sürət yığır. Amma 80-dan sonra normal sürəti yığmır. Bir sözlə 3 motor kimi getmir. İlk öncə onu diagnostika elədik və görürük ki, bütün silindirlər aşıbqa verir. Avtomobil səhər-səhər normal kodlanır. Diagnostikada biz görürük ki, xalastoy xod parametrləri hamısı normaldır. Bütün silindirlərin göstəriciləri birdən aşağıdır. Zaslonka vanus normaldır. Vozduxamerin göstəriciləri normaldır. İnyeksiya vaxtı normaldır. Və belə bir göstəricilərdən sonra qərara gəldik ki, benzanasosu yoxlayaq. Rampaya manometr qoşduq. İndi isə zamoku açdıq və görürük ki, 1,5 bar verir benzanasos. Əlbəttə ki, belə təzyiq normal deyil. Xodlayandan sonra 2 bara qalxır və beləliklə bunun problemi tapıldı. İzləmədə qalın, sağ salamat.